Salam əziz şagirdlər, xoş gördük sizin hər birinizi. Bugün mən sizə imtahanda düşə biləcək sual tiplərindən bir neçəsini izah edəcəm. Siz bu suallardan sınaqlarda və o cümlədən də, yəni dərsdə işlədiyiniz sınaqlarda və getdiyiniz sınaqlarda dəfələrlə görmüsünüz və əksəriyyət şagirdlərin səhv etdiyi məqamlardır. Gəlin diqqətlə baxaq. Məsələn, biz sualda nə görürük? Choose a correct variant. Bu 19-cu sualı əvəzliyə aid olan bir sualdır. Gəlin diqqətlə baxaq. Biz demişik ki, əvəzlik suallarında mütləq of və xəbər, o cümlədən cəm isim çox mühüm rol oynayır. Təbii ki, cəm isimlə, ofla və tək xəbərlə, cəm xəbərlə işlənən əvəzliklər vardır ki, biz onlarda mütləq əzbər öyrəndiyimiz məqamlar vardır. Biz bilirik ki, məsələn, gəlin başlayaq birinci bosdan. Bos bilirik ki, xəbəri hər zaman necə olacaq? Bos plus cəm isim, xəbər cəm olacaq. Buna görə də burada bos tək xəbər olduğuna görə biz bosu götürə bilməyəcəyik. Sonra biz bilirik ki, every heç bir zaman ofla işlənməz. Bu məqamda everini biz çıxacağıq variantların içərisində. Each hər biri deməkdir, ofla işlənə bilər. Amma each direkt olaraq yanında tək isimlə işlənir. Məsələn, every, məsələn, people deyə bilərik, hər şagird. Və yaxud da ki, each people, hər şagird. Amma each ofla işlənən zaman cəm isim tək xəbər olacaq. Deməli, biz 5-i götürə biləcəyik. All əgər cəm isimlə işlənə bilərsə və xəbəri cəm isimlə də işlənə bilir, tək isimlə də işlənə bilir. Amma təklə olarsa, tək isim, tək xəbər, cəmlə olarsa isə cəm isim, cəm xəbər olacaq. Və bizim də xəbərimiz tək olduğuna görə təbii ki, olu çıxardacağıq. One of the men, adamlardan biri dediyimizə görə, burada da təbii ki, təklik var. O baxımdan doğru cavabımız bizim olacaq 3-5 və xəbəri də tək olacaq. İnşallah ki, anlamışsınız. Deməli, 20-ci suala baxırıq. Bu biz, yəni choose a correct variant istəyir bizdən və sifətə aid olan, adjektivə aid olan bir testdir. Və burada biz belə bir qayda demişdik ki, yəni zən olarsa mütləq bizə müqayisə dərəcəsi lazımdır. Yəni comparative degree-nin göstəricisidir. Amma burada bizim diqqət edəcəyimiz bir məqam var. Yəni əgər isim sayılandırsa, təkdirsə, mən mütləq bunun qarşısında, yəni mütləq E-ni verməliyəm. Yəni burada müqayisə dərəcəsi verirəmsə, yəni isimə görə mən mütləq E təyin edicisini verməliyəm. Yəni artikel mütləq olmalıdır. Əgər sayılansa təklədirsə. Məsələn, baxırıq. Bir də burada yəni o eyni dərəcə göstəricilərində çox diqqətli olmalıyıq. Məsələn, more çox hecalılarda dərəcə göstəricisidir. More-la clever isə tək hecalı olduğuna görə yəni işlətməyəcəyik. Yəni sonunda er, or, y hərfləri olan sifətlərdə bizdə müqayisə dərəcəsi, yəni tək iki hecalı olsa da, amma onlarda müqayisə dərəcəsi er ilə düzələcək. Deməli, iki eyni dərəcə göstəricisi bir arada gəlməz və üstəlik də burada cleverin sonundakı er sizi karıxdırmasın. Yəni er burada sözün özündədir deyə B variantı getdi. Cleverer C variantını saxlayıram. A variantında baxıram təkdədir, amma müqayisə dərəcəsi olduğuna görə A variantı getdi. Much more ola bilərdi və yaxud da ki, much cleverer burada yəni tək hecalı olduğuna görə cleverer versəydik daha yaxşı ola bilərdi. Bu baxımdan D getdi. Y variantında isə müqayisə dərəcəsinin göstəricisi olduğuna görə bizə üstünlüyün göstəricisi lazım deyil. Bu baxımdan doğru cavab olacaq C variantı. Vaxt itirmədən keçirik növbəti suala, 21-ci sual. Deməli, bu tip testlərdə şagirdlərin əsasən səhv etdikləri məqam nədir? Biz öyrənmişik ki, sifətin üstünlük dərəcəsində, yəni comparative degree mütləq və mütləq Z definite artikel işlənməlidir, yəni mühəllik artikeli. Amma bir məqamda diqqətli olmalıyıq ki, əgər ismin qarşısında, yəqin ki, görürsünüz, ismin qarşısında deməli, yəlik hal, işarə əvəzliyi və yəlik halda olan isim gələrsə, bu zaman Z artikelini biz işlətməyəcəyik. Niyə? Artıq Hemingway's first major success deyirsə, deməli, burada müəyyən bir situasiyadan söhbət gedir. Bu baxımda, yəni mən sifətin üstü dərəcəsi olsun belə və yaxud da ki, sıra sayı olsun belə, sıra sayına da bilirik ki, Z artikel işlənir. Amma sıra sayı, bax dediyim məqamlarda ismin yəlik halı, yəlik halda olan isimdən sonra işarə əvəzliyi və bir də yəlik əvəzliklərindən sonra heç bir zaman, yəni istər sıra sayı görüm, istər üstünlük dərəcəsi görüm, heç bir zaman artikel işlətməyəcəm. Bu baxımdan burada heç bir artikel olmayacaq. Və his famous novel. Burada his
Demək var ki, gəlir əvəzliklərinin aslı halıdır. Yəni isimdən asılı olduğuna görə, famous novel və gəlir əvəzlik gəldiyinə görə burada da heç bir halda article işlətməyəcəyik. Bu baxımdan doğru cavabımız olacaq C variantı. Və növbəti suala keçirik. 22-ci sual. 22-ci sualda yenə artikla aid olan bir qaydadır. Burada da bizim öyrənəcəyimiz məqamlar vardır. Burada da deməli mütləq boşluğun sağı ilə hərəkət edəcəm burada. Yəni ismə mütləq fikir verəcəm. Size tərəflər deməkdir, cəmdədir. Bu baxımdan biz öyrənmişik ki, bayaq mən sizə qeyd elədim ki, bəzi isimlər yəni əvəzlikləri vardır ki, təklə cəmlə işlənməsinə görə mütləq onları əzbər bilmək lazımdır. Dedik ki, məsələn başlayaq içdən. Each, every, another, plus cəm isim heç bir zaman işlənməz. Bu baxımdan A variantı, B variantı, C variantı getdi. Azəz isə uşaqlar diqqətli olun, başqaları deməkdir. Yəni bu artıq isimləşib deyə, buradakı elə sondakından tuta bilərik ki, bu isimləşdiyinə görə azəz başqaları tərəflər deyə bilmərik. Bu baxımdan D variantı da yanlışdır. Doğru cavab olacaq Y variantı. Yəni boz mütləq hər ikisi deməkdir və cəm isimlə işlənər. Və keçirik növbəti testdən. Baxırıq 24-cü testə. Bəzi testlər vardır ki, ümumiyyətlə bu il Dövlət İmtahan Mərkəzinin çıxartdığı, yəni çap etdiyi toplu testində də mütləq yəni tərcümə tipli testlərə çox önəm verilirdi. Yəni burada çox diqqətli olmanız lazımdır. Yəni bəzən orijinal qrammatik qaydalarına testləri tapmaq olur, amma tərcümə tipli testlərdə mütləq diqqətli olmaq lazımdır. Məsələn deyir ki, I don't know the time. Mən vaxtı bilmirəm. Yəni sadəcə choose correct variant. Burada uşaqlar fikir verirsiniz ki, watch qol saat deməkdir, təkdədir. Yəni əvəzliyi it olduğuna görə biz burada was da verə bilərik, tək xəbər kimi izi də verə bilərik, həzi də verə bilərik, esi də verə bilərik, will də işlənə bilər. Amma deməli mən tərcümə etməliyəm ki, və bir də zaman uzun hərəkət etməliyəm ki, yəni heç bir zaman zərfi olmadığına görə deməli mən cümlədə tərcüməyə önəm verməliyəm. I don't know the time. Mən vaxtı bilmirəm. My watch. Mənim saatım dayanıb. Mənim saatım keçmiş davam-edici zamanda past continuous'da verə bilmərəm. Yəni müəyyən bir zaman istəyir, müəyyən bir vaxt kəsi istədiyinə görə A variantı getdi. Will be stopping dayanacaq. Ümumiyyətlə stopda çox diqqətli olun. Dayanmaq, durmaq, yəni dayanmaq feilində biraz yəni diqqətli tərcüməyə fikir verin. Yəni saatın dayanması bir anlıq bir prosesdir. Yəni orada davam-ediciliklər söhbət belə gedə bilməz. B variantı çıxacaq. Is stopping-də həmçinin present continuous işlənməyəcək. Y variantında isə olmayacaq. Niyə? Çünki bir adət vərdiş alınmış bir hərəkət yoxdur. Saatın dayanmağı bir prosesdir. Oldu və bitdi. Doğru cavab olacaq D variantı. Has stopped. Bizdə isə bu qayda present perfect. Necə idi? Have, has, plus verb 3 və yaxud da ki, idi qaydalıdsa əgər ilki bitmiş zamanda mənim saatım dayanıb və nəticə göz qabağındadır. Burada da çox diqqətli olursunuz və baxırıq 25-ci suala. Və burada vot görürük. Deməli, əziz şagirdlər, belə bir qayda demişdik ki, yenə burada azəz, ənazə bu tip qaydaları yəni gözümüzün önünə gətirir. Bu da təbii ki, əvəzliyə aid olan bir testlərdəndir. Book görülür burada, təklədir və isimdir. Və burada azərs yenə başqaları deməkdir. Bu, yəni isimlə işlənməz getdi, işlənməyəcək. Vot bilirsiniz necədir? Votu ümumiyyətlə yəni no kimi nəzərdə tutun da, sanki bir no deməkdir. No'dan sonra heç bir demişdik, and, the, of, some, any, another işlənmədiyinə görə nodan sonra bir dənə təyinləyicilərdən nə gəlirdi? Other, no other, book, no other books deyə bilərik. Bu baxımdan bizdə məsələn, yəni votu no'ya bərabər kimi bir xüsusiyyətdə götürsək, bu baxımdan others də yenə isimlə işlənməz gedəcək. Votdan sonra dedik no kimi article gəlməyəcək, getdi, another işlənməyəcək, getdi. Bu baxımdan elə ki, yəni təyinləyici kimi nəzərdə tutuldu da votu. O baxımdan bir dənə bizə doğru cavab olacaq B variantı. Baxırıq 17-ci suala. 17-ci sualda bizdən choose correct variant, düzgün article testidir bizdə. Yəni burada an article-dan tələffüzünə çox fikir verəcəyik. Və burada yəni bilirik ki, article özündən, yəni qarşısında sifət gəlsə də və yanındakı ismə aid olacaq. Demək, ona nəsmən buradakı age
samit olsa da, amma tələffüzdə ən honest o səsini verdiyinə görə artiklın işlənməyi yanlışdır. Bir gedəcək. A happy girl. Burada happy H səsini verdiyinə görə, samit olduğuna görə 2-ni götürəcəyik. An interesting story. Story təkdə olduğuna görə an interesting. Yəni burada sait səsi verdiyinə görə 3-ü də götürəcəyik. An ugly duckling. Eybəcər bir ördək. Burada biz yəni sait səs olduğuna görə 4-ü də götürəcəyik. Amma baxın, European country Y səsini verdiyinə görə biz 5-i götürməyəcəyik. Doğru cavabımız 2, 3, 4, B variantı. Bu tip testdə əvəzliyə aid olan bir testlərdən biridir. Xüsusilə relative pronoun testidir. Relative pronoun testində uşaqlar diqqətli olduğunuz məqamlardan biri də, yəni boşluğun sağı ilə sonra yenə hərəkət etməli olmanızdır. Burada boşluq görürəm və hər ikisi tərəfində isim var. Neighbor və car ismi var. Qonşu və maşın. Deməli, baxıram, who özündən sonra xəbər gələrdi. Olmayacaq. V-yə ümumiyyətlə nisbə əvəzlik deyil, Y nisbə əvəzlik deyil, how nisbə əvəzlik deyil, bir dənə qalır D variantı. Deyir, o bizim qonşumuzdur, yəni maşını oğurlanan qonşumuzdur. Diqqətli olun, relativ pronoun testidir. Bu 19-cu suala da baxırıq. Burada bizim adjektiv və adverb aid olan bir testdir. Bildik ki, ly nədir? Zərf şəkilçisidir də. Məsələn, sifətin üzərinə ly əlavə eləyəndə olacaq zərf düzələr. Hərəkətin tərzini bildirəcək. Burada dancer isim olduğuna görə bizə nə lazımdır? Yəni, məsələn, well gedəcək, məsələn, adi dərəcə göstəricisi olduğuna görə D gedəcək, goodly, ümumiyyətlə deyilən bir şey yoxdur, ingilisində gedəcək. Və burada rəqs etmək, necə rəqs edir? Bilirik ki, good adjektivdir, well isə zərfdir. Bu baxımdan bizə isim təyin etdiyinə görə sifət, feili təyin etdiyinə görə isə zərf lazımdır. Burada good və goodly dedik, bu da bu məqamda görə uyğun gəlməyəcək. Qalırıq A ilə, bəli, bir dənə qalır A variantı. İsim təyin etdiyinə görə olacaq sifət, feil təyin etdiyinə görə olacaq zərf. Və bugünlük bu qədər. İnşallah bu cür testlərimizin davamı gələcək. Hələlik özünüzdən müğayət olun.